Ölüm yaşı artır, pensiya yaşı isə azalmır. Son illər Azərbaycanda ölüm yaşının azaldığı bildirilir. Pensiya yaşının artırılması isə bu məsələdə ziddiyyət yaradır. Paytaxt sakinləri deyirlər ki, hazırda orta ömür uzunluğu aşağıdır. Bu müddət əsasən 65-70 yaş aralığındadır. Pensiya yaşının isə 65 olması bir çoxlarını bu imkanlardan məhrum edir. Şəxs ya bu yaş həddinə çatmadan vəfat edir, ya da yaşa görə təqaüdü cəmi bir neçə il götürə bilir. İndiki devrə görə qızım, yəqin ki bir 60 olsa elə bilirəm kifayət elə. İndiki insanlarda o qüvvə, o güc qalmayıb. Mən belə fikirləşirəm. Mən özüm hal-hazırda 58-59 yaşın içərisində fikirləşirəm ki, 1-2 ildən sonra yəni işləməsək daha yaxşı olar, belə deyək. Elə özüm də elə 60-ı keçmişəm. Xəstə adamam. Pensiya alsam bilərəm ki, öz pulumdur, çörək pulumdur da. Məcburam ki, oğula, qıza baxıram ki, hansısa mənə kömək eləsin. İndi bu saat xəstəliklər də baş alıb gedir. Cəmaət o yaşa gəlib çatmır. Azaldısa müəyyən qədər iş təcrübəsi olmayanlar üçün də, ondan sonra belə deyək də fiziki gücü olmayanlar üçün də heç olmasa yaşayış üçün normallaşır. Bəs gələcəkdə pensiya yaşı azaldıla bilərmi? Millət vəkili Aydın Hüseynov deyir ki, pensiya yaşının azaldılması hazırki dövr üçün zəruri addım hesab edilmir. Səbəb isə orta yaş həddinin hələ də yüksək göstərilməsidir. Müsahibimiz bildirir ki, yığılan pensiya kapitalından öncədən istifadə etmək imkanları isə müzakirə edilə bilər. Pensiya yaşında çatmamış şəxs o pensiya fondundakı yığımından istifadə etməsi, müalicəsi üçün istifadə edə bilər. Tutaq ki, hər hansı bir vacib ödənişlər üçün istifadə edə bilər və yaxud da təhsillə bağlı, evladının təhsillə bağlı, yəni ən zəruri xərclər üçün bu yığımından pensiya yaşına çatana qədər istifadə etmək məqbul görsənir. Lakin bunun üçünsə ya özəl, ya da tutaq ki, könüllü şəkildə pensiya fondunun ödənişi təmin olunmuş olsun. Millət vəkili Vüqar Bayramov isə bildirir ki, qadınlar və kişilərin pensiya çıxma yaşı arasında fərqlər olmalıdır. Qadınlar bu imkanlardan daha tez yararlanmalıdırlar. Bundan başqa, çoxuşaqlı ailə modelinə yenidən baxılmalı, 3 və daha çox uşağı olan valideynlərin erkən pensiyaya çıxma hüququ almalıdırlar. Pensiya yaşına az qalmış yaş dövründə qadınların daha çox sosial təminata və dəstəyə ehtiyacı olur. Buna görə də qadınların daha tez pensiya çıxmasının tətbiq olunması və qadınlar üçün pensiya yaşının kişilərlə müqayisədə daha aşağı müəyyənləşdirilməsi məqsədə uyğun olardı. Eyni zamanda biz həm də pensiya yaşı müəyyənləşdirən zaman həm də keyfiyyət meyarlarından istifadə edilməsini təklif edirik. Məsələn, tək analar üçün pensiya yaşının daha az müəyyənləşdirilməsi məqsədə uyğundur. İqtisadçı Rəşad Həsənov hesab edir ki, vətəndaşların yaşa görə daha tez pensiya çıxarılması gələcəkdə mümkün ola bilər. Bunun üçün əmək haqqları artırılmalı və sosial sığorta yığımları çoxaldılaraq ciddi gəlir mənbəyi formalaşdırılmalıdır. Ölkədə 1 milyon 320 min təxminən pensiyası olduğu halda hazırda bu göstərici 1 milyon 100 min ətrafına düşürdür. Yəni əhəmiyyətli səviyyədə pensiyaçıların sayı və pensiyaçıların sayının əhalinin sayında olan xüsusi çəkisi azalmaqdadır. Xüsusilə də kişilərin pensiya çıxma imkanları daha məhduddur. Çünki onların orta yaşı azdır. Demək olar ki, 47-48% kişilər pensiya yaşına çatmadan vəfat edirlər. Qeyd edək ki, ölkəmizdə gələn ilin iyul ayının 1-dən etibarən həm qadınların, həm də kişilərin pensiya yaşı 65 olaraq müəyyən olunacaq. Mütəxəssislər isə bu yaş həddinin 60-62 aralığında olmasının daha məqsədə uyğun hesab edirlər. Firuzə Məlikzadə, Vüsal Cəfərov, Ayaz Süleyman, Soy xəbər ertəsi.